Salam, bugün mən sizə növbəti video dərsimdə dil ailələri, dil qrupları və onlara daxil olan xalqlar bölməsində Dravid dil ailəsinə daxil olan xalqlar haqqında məlumat verəcəyim. Tamillər və Teluqlar. Tamillər Cənubi Asiyada xalq, ana dili olaraq Dravid dil ailəsinə aid olan Tamil dilində danışırlar. Və burada məşhur şəxsləri qeyd olunur. Ümumi sayları 77 milyon nəfərdir. Yaşadıkları ərazilər Hindistan, Şri Lanka və Malayziya ərazisində yaşayırlar. Dinləri Hinduizm, Xristianlıq 6%, İslam 5,50%, digər xalqlar isə 0,50%. Yəni ən böyük faiz Hinduizm dininə sitayiş edirlər. Və Hindistanın cənubunda, Şri Lankanın şimalında, şərqində yaşayan 2000 ildən çox tarixə malik olan qədim Dravid etnik qrupudur. Və bütün demək Tamil dili onların ən qədim əcdadları kimi demək ehtimal ki Damila xalqı idi. Yəni onların əcdadları Damila xalqı olmuşdur. Və qədim Tamil bölgəsi olan Tamilakan tarixən 3 taclı kral Çeras, Çolas və Pandyalar tərəfindən idarə olunurdu. Tamil dili onların kimliyinin əsasını təşkil edir. Sangam dövründən başlayan 2000 illik yazılı tarix olan Dravid dilidir. Və Tamillərin əksəriyyəti Hinduizm dininə mənsubdur. Əhalisi xristianlar, müsəlmanlar və az bir hissəsi Çaynlardan ibarətdir. Və burada demək Murugan və kəndləri qoruyan yerli kənd tanrılarına ibadət daxildir, yəni bunların dininə. Və qeyd edə bilərik geyimləri haqqında, burada mədəniyyətləri, ədəbiyyatları, geyimləri haqqında məlumatlar yazılır. Çola dövründən qalma yüksək məbəd darvazaları və ətraflı daş, bürünc heykəlləri ilə tanınır. Və qadınlar ənənəvi olaraq sari, gənc qadınlar yarım sari, kişilər isə vetti və çattayı geyinirlər. Əsasən düyü əsaslı həm də vegetarian, həm də ət məhsulları da daxil olmaqla yerli ədviyyatlarla yəni qidalanırlar. Və burada ümumi məlumatlar yazılmışdır. Ölkə olaraq Hindistan və sayları qeyd olunur. Dravid dili, Telugu dili və bir də Hindistanlı Tamillərin sayı 63 milyondan çox olan Tamil Naduda yaşayırlar. Şri Lanka Tamilləri Şri Lankanın şimalında və şərqində yaşayırlar. Hind mənşəli Tamillər 19-cu əsrdə Britaniyalılar tərəfindən çay plantasiyalarında işləmək üçün Tamil Nadudan gətirilən işçilərin nəsilləridir.
Kənd yerlərində ənənəvi kasta sistemi hələ də sosial qarşılıqlı əlaqələrə təsir göstərir, baxmayaraq ki, modernləşmə bu dinamikanı dəyişdirir və döyüş sənətləri burada, ənənəvi döyüş sənətləri burada qeyd olunur. Silambam, Varma, Kalayi kimi döyüş sənətləri. Telugu xalqı Hindistanın Andhra Pradesh və Telangana əyalətində anadan olan görkəmli Dravid etnolingvistik qrupu zəngin irsə, fərqli dilə və özünə məxsus adət-ənənələrə malikdir. Və onlar Dhoti və Sari kimi ənənəvi geyimləri, canlı festivalları, klassik incəsənətləri və ədəbiyyatlı mətbəxi ilə tanınırlar. Dil və kimlik bölməsində Telugu dili klassik ədəbiyyat ilə tanınan Hindistanda ən çox danışılan dillərdən biridir. Və Telugu xalqı əcdadlarının irsini və ya kəndini əks etdirən ailə adlarını, yəni soyadları saxlamaları ilə tanınır. Ənənəvi geyimlər burada kişilər ənənəvi olaraq pançi, yəni dhoti və yaxud da lungi geyinirlər. Həmçinin çokka və bəzən kanduva, yəni üst parça geyinirlər. Və qadınlar ənənəvi olaraq sarı, xüsusilə də ipək və ya pambıqdan hazırlanmış sarilər geyinirlər. Və festivalların adları burada qeyd olunur, toyları qeyd olunur. Və tamarind gongura və
avokaya kimi, turşular kimi ingredientlərdən istifadə edərək fərqli ədviyyatlı dadları ilə tanınırlar. Və regional mövcudluq bölməsində Andhra Pradesh və Telangana mərkəzləşdirilmiş Telugu xalqı qonşu Hindistan ştatlarında əhəmiyyətli icmalar təşkil edir. Şimali Amerikada və dünyanın digər yerlərində güclü qlobal diaspora malikdirlər. Dünyanın bir çox yerlərində yaşayırlar, burada qeyd olunur. Müxtəlif ölkələrdə yaşayırlar və dünyanın digər yerlərində daha böyük cəmləşsələr də, yəni burada ən çox Hindistanda 96 milyon nəfər Telugu yaşayır və onlar ən çox danışılan 4-cü və dünyada 110 milyon danışanla dünyada ən çox danışılan 14-cü dildir. Telugu xalqı, burada məlumatlar yerləşir. Dilləri Telugu dili, dilləri Hinduizm. Azlıq Xristianlıq, İslam, Buddizm. Ümumi sayları təqribi 104,5 milyon nəfərdir. Andhra Pradesh əksəriyyəti. Və xəritə ilə göstərək, Telugu dili, Telugu xalqının dili və danışıqlarının sayına görə dünyada ən böyük dravid dillərdən biridir. Hindistanın 22 rəsmi dilindən biri və Hindistan hökumət tərəfindən ölkənin klassik dilləri kimi tanınan 6 dildən biridir. Telugular